Salam aleyküm. Ramazanın 17. gününe hoş geldiniz. Bugün çok hususi bir mövzumuz var. Biz bu ayda niye oruç tuturuq? Çünkü bu ayda insanlıq tarixinin en büyük hadisəsi baş verib. Quran nazil olmağa başlayıb. Quran sadəcə oxunmaq üçün deyil, həm də yaşanmaq və onunla həmsöhbət olmaq üçün göndərilib. Bəs biz bu 17 gündə Quranla aramızdakı bağı nə qədər gücləndirə bildik? Günün ayəsi, hidayət rəhbəri. Ayə, insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir. Bəqərə surəsi 185-ci ayə. Açıqlama. Bu ayə bizə Ramazan və Quranın ayrılmaz bir bütün olduğunu göstərir. Quran bizə haqqı batildən, doğrunu səhvdən ayırmağı öyrədir. Onu oxuduqca sanki Allah bizimlə danışır. Əgər həyatımızda bir qaranlıq, bir çıxmaz nöqtə varsa, Quran o yolu aydınladan bir fənərdir. Ramazan ayı Quranı sadəcə sürətlə xətm etmək deyil, onun mənasını anlayaraq ruhumuza hopdurmaq ayıdır. Günün hədisi. Ən xeyirliniz kimdir? Hədis. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəndir. Buxari. Açıqlama. Xeyirli insan olmaq üçün ən qısa yol Quranla dost olmaqdır. Onu öyrənmək sadəcə hərfləri tanımaq deyil, onunla əxlaqı ilə əxlaqlanmaqdır. Quranın hər bir hərfinə 10 savab var, amma onunla edilən hər bir əməl insanı cənnət dərəcələrinə yüksəldir. Bugün Quranı əlimizə alarkən düşünək. Rəbbim, bu ayə ilə mənə nə demək istəyir? Günün duası, Quranın qəlb baharı olması. Gəlin, Quranın şəfa və nur olması üçün belə dua edək. Allahım, Quranı qəlbimizin baharı, köksümüzün nuru, kədərimizin çarəsi və sıxıntılarımızın sevincə çevrilmə vəsiləsi ilə. Onu bizə dünyada yoldaş, qəbirdə nur, qiyamətdə şəfaətçi ilə. Bizi Quranı həm oxuyan, həm də onunla yaşayan bəndələrindən et. Amin. Əziz dostlar, bugünün tapşırığı. Bugün oxuduğunuz hər hansı bir ayənin mənasını, yəni tərcüməsini mütləq oxuyun və üzərində 5 dəfə düşünün. O ayənin sizin həyatınıza necə toxunduğunu hiss etməyə çalışın. Sizi ən çox təsir edən ayə hansıdır? Şərhlərdə paylaşın. Bəlkə sizin paylaşdığınız bir ayə başqasının hidayətinə vəsilə olar. Sabah 18-ci gündə şükrün bərəkəti mövzusunda görüşənədək Allaha əmanət olun.